Salam, hər vaxtınız xeyir. Bugün sizə çox dadlı, yumşaq və hər kəsin sevəcəyi cemli piroq reseptini göstərəcəm. Keçək hazırlamağa. İlk olaraq yumurtanın üzərinə vanil şəkər tozu əlavə edib, kütlə ağarıb həcmi artana qədər qarışdırıram. Daha sonra üzərinə süd və yağ əlavə edib biraz da qarışdırıram. Və quru məhsulları ələyərək əlavə edirəm. Yağlı kağız sərilmiş soba listini əlavə edirəm və əvvəlcədən isidilmiş 180 dərəcəli sobada qoyuram bişməyə. Bişən keksin kənarlarını kəsirəm. Üzərinə ovuntu üçün istifadə edəcəm. Və biskviti ortadan 2 yerə bölürəm. İlk qatına cem çəkirəm. Mən ərik cemindən istifadə etdim. Siz istədiyiniz cemdən istifadə edə bilərsiniz. Daha sonra ikinci qatı qoyuram üzərinə və o qatı da cemləyirəm. Hər tərəfini yaxşıca cemlədikdən sonra, üzəri üçün saxladığım kənarları ovuntu halına gətirib, hər tərəfinə bərabər şəkildə yayıram. Biraz soyuducuda saxlayıb, daha sonra kəsib servis edə bilərsiniz. Və budur, hazırdır. Əgər video xoşunuza gəldisə like atmağı, paylaşmağı və kanala abunə olmağı unutmayın. Daha çox belə reseptlər üçün məni izləyin.